Təsəvvür edin ki, bir kişi tanış olduğu digər kişiləri və ya uşaqları evə dəvət edir. Onlarla cinsi əlaqədə olduqdan sonra onları öldürür. Öldürəndən sonra bir daha cinsi əlaqədə olur. Cəsədlərlə birlikdə TV izləyir, sonra onları doğrayır və tulduyur. Söhbət 1978-ci ildən 1983-cü ilə qədər İngiltərədə 15 eyni tipli cinayətə imza atmış serial qatil Dennis Nilsen'dən gedir. Nilsen barlarda, klublarda tanış olduğu qurbanlarını evə dəvət edir, onları boğaraq öldürür, sonra isə cəsədlərini saxlayırdı. Bəzi hallarda cəsədlərlə günlərlə bir yerdə yaşayır, onları yuyur, geyindirir, hətta televizora birlikdə baxırdı. Cəsədləri ya evdə gizlədirdi, ya da doğrayaraq kanalizasiya sisteminə atırdı. Sizcə cinayətlərin üstü necə açılıb? Törətdiyi cinayətlər 1983-cü ildə kanalizasiyanın tıxanması ilə ortaya çıxıb. Santexniklər polisə xəbər verdikdən sonra şəxs həbs olunub. Elə həmin il məhkəmə onu 6 nəfərin qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 2018-ci ildə Nilsen həbsxanada ölüb.